kompüterdə bir layihə varsa open elib gedib yerini tapıb və yaxud burada yeni bir layihə açanda buradan edirik. Family də çox geniş bir mövzudur. Biz bunu ayrıca baxarıq. Familyləri, məsələn tutaq ki, saytlar var. Oradan yükləyib necə açmaq olar və yaxud yeni bir family necə modelləmək olar. İndi bir layihə açmaq istəyirəm. Buradan new eləyirəm. Burada əslində siz açsaz 23-də burada architecture template var, onu seçirik. Amma 25-də burada multidisiplin var, belə imperial və metrik. Bunlar işimizə yaramır. Biz öz templatemizi yaratmalıyıq və yaxud gətirməliyik. Çünki hər dəfə, məsələn tutaq ki, bir qapı zad yaradanda hər dəfə də onu modelləməyin mənası yoxdur. Elə onu templatdə saxlayarıq. Hər dəfə layihə eləyəndə hazır olsun. Məsələn tutaq ki, divarlarımız bir dəfə opş yaradırıq. 40 santli, 20 santli, 15 santli. Bunların hamısı yaradırıq. Templat şəklində save edirik. Bura məsələn tutaq məndə memarlıq şablonudur. Bunu açsam məndə yəni hər şey var, hazır var. İndi burada biz hələ ki default metrikdən gedirik. 23-də açanda orada architecture metrik seçirik. Template. Amma 25-də buradan default metrik. Bu normalda yoxdur burada. Biz bunu necə gətirə bilərik bura? Bunu hələ seçirəm, gedib baxarıq. Open eləyirəm. Burada da project template yox, project seçirik. Buradan da OK. Bu tərəfdə demək olar ki, burada project browserdir. Burada bu hazır şəkildədir, amma əslində təzə açanda ola bilər bu tərəfdə olsun, bu da bu tərəfdə. Yəni o bizdən asılıdır. Harda yerləşməsi onu özümüz gətirə bilərik. Template default metriki dedim ki, hardan gətirmək olar. Buradan file var. File'ı açıram buradan. Burada da option var. Baxın burada yazıb ki, file location. Bu bütün templateləri mən gedib gətirməliyəm bura. Burada default metrik buradadır. Bunu necə gətirmək olar? Buradan plus basırıq. Deməli, bu default metriki hardan gətirmək olar? Buradan plus basıram və gedib C diskindən gətirirəm. Buradan lap qaytarıram əvvəlki vəziyyətə. Buradan C diski. Burada program data. Bu olmasa. Əgər burada birinci dəfə göstərməsə program datanı, onu necə gətirmək olar? Program data olmasa birinci dəfə buradan gəlib, buradan bir də disk seçeyim. Buradan view'dan bu show hidden item. Biz bunu aktif eləsək, burada C diski indi bab getdi program data buradan. Ona görə biz view'dan bunu buradan show hidden item. Yəni ki, bəzi gizli papkaları deyirsən ki, göstər mənə. Və kitabxananın yükləndə də avtomatik həmən program dataya girir. Burada kitabxana bura gəlir. İndi buradan açmaq istəyirəm. Buradan plus basıram. Girirəm my computer, burada da C diskində. Burada da program data, buradan da deməli autodisk, buradan da 25. Bunu seçirəm 25. Burada da family template var, bir də template var. Family template hələ yox, buradan template. Baxın burada da English seçirik və buradan default metrik buradadır. Bunu seçirik. İndi əgər kimsə konstruksiya işlətsə, onda gəlib structural analysis default metrik seçməlidir. Kimsə map işləsə, onda buradan plumbing yəni borulama işləsə. Kimsə mekanik işləsə, mekanik buradan seçir, aparır ora. Çünki multidisiplin orada normal olaraq defaultda var, amma o bizə lazım deyil. Ora aparmaq asandır. Məsələn, tutaq ki, default metrik seçirəm, buradan open eləyəndə bu avtomatik gəlib düşür bura. Sonra bunları çıxardarsınız. Bu multidisiplini buradan minus basırsınız ki, orada yer tutmasın. Bu da minus. Bir də default metriki gətirirsiniz bura. Bir də structural analysis default metrik. Bir də gələcəkdə öz şablonumuzu yaradanda onu gətirir. Hər dəfə onu işlədir. Bunu yaradanda da bunlara da ehtiyac olmayacaq. Bunu gətirdi, buradan da OK. İndi təzə layihə açanda, new eləyəndə project. Buradan artıq o default metriki, bax fikir verin, o birisilər getdi, burada default metrik qaldı. Bunu seçirəm və OK. Yeni bir layihə açıram. 2 dənə açmışıq zaten, birini bağlayıram. Zaten sizə göstərdim onu görə. Revit'in interfeysi architecture tabı gedir. Burada da structure, burada da stil. Bir baxsaq, architecture biz əsas işimiz architecture paneli ilə olacaq. Yəni mimarlıq elementləri divardır, qapıdır, pəncərədir, femillərdir, sütundur, damdır, tavan, flor, yəni döşəmə, buradan vitrajlardır, buradan məhəccərdir, rampadır. Sağ düyməni basırıq ekranda. İndi hal-hazırda plandayıq da. Sağ düyməni basırıq.
Buradan ən axırda browser. Project browser seçəndə avtomatik gəlib düşür bura. Project browser'da pilləkəndə bunları təbii ki bir-bir hamısı keçəcək. Burada da otaqlarındır, yəni room areadır, hansı ki spesifikasiyanı avtomatik çıxardır. Burada da boşluqlar yaradır. Burada müstəviləri tənzimləmək üçün. Bir də burada grid var, bir də level var. Grid him oxları çəkir, bir də level. Bunları buradan götürürəm. Ola bilər bu əliniz dəyir, qaçır gedir. Yoxdur, hal-hazırda boş bir ekran var. Onları gətirmək üçün nə edirik? Nələr yerləşir? Property var. Property-ni də seçirəm. Bu da avtomatik gəlir, bura düşür. Property nədir? Hər hansı bir elementi seçəndə AutoCAD-dakı kimi property hissəsi var da AutoCAD-da. Əgər siz fikir versəz, burada property var. Məsələn, tutaq ki, bir xətti seçəndə ya bir teksti seçəndə bütün onun xüsusiyyətlərini, qalınlığını, nə bilim, hansı layerdə yerləşməsini, hamısını property'də görürük də. Revit'də də döşün həmən şeydir. Məsələn, tutaq ki, burada bunu seçsəm, avtomatik bura dəyişir. Yəni ki, bu elevation'dır. Bunun propertilərini buradan göstərir hamısını. Yəni, bu elementi seçəndə onun propertisini burada göstərir. Bir də burada Project Browser'dır. Project Browser'da nələr yerləşir? Revit 25'də bunların hamısını ayırıb. Birincisi View'dur. Yəni, görünüşlərdir. Belə deyək, mərtəbə planlarıdır, tavan planlarıdır, görünüşlərdir, sağ, ön görünüş, nə bilim, sağ, sol. Bunlar hamısı buradadır. Bir də legantlar və cədvəllər burada yerləşir. Bir də gün ştamlarıdır, sheetlər. Bir də famillər. Bunları ayrı-ayrı da burada verib bu şəkildə. Burada hamısını göstərir, bu ev işarəsini vuran. Burada da ayrı-ayrı. Bunlar nəyə lazımdır? Tutaq ki, elə vaxtlar olur ki, təkcə familləri mənə lazımdır. Buna görə buradan familini seçirəm və edit edirəm. Hal-hazırda bu all qalsın burada bu şəkildə. Quick Access Toolbar'dır. Bu nədir? Məsələn, tutaq ki, tez-tez işlətdiyimiz alətlər var. Ölçünü buradan tez götürürük, işlədirik və yaxud digər save edirik, buradan open edirik. Burada AutoCAD-dakı kimidir. Structure tabından biz sadəcə regale, sütun, bir də bünövrəni keçəcəyik. Buradan armaturlanma bu memarlığa aid deyil. Bir də stildən də metal konstruksiyası bizə lazım deyil. Bunlar prefabriket şeylərdir. Sistem ən çox MEP-ə aiddir. Yəni mechanical, electrical, bir də plumbing. Borulama hissəsidir. Buradan elektrik hissəsidir. Burada da borulama və burada da havalandırma sistemidir. Insert AutoCAD-dakı kimi tutaq ki, nəyisə AutoCAD-a daxil edəndə. İstər AutoCAD faylidir, istər hətta Revit faylidir, istər point cloud'dır, scan lazer eləyirlər. İndi çox işlənir artıq. Bir də image, şəkil gətirmək üçün, bir də PDF. Bunları təbii ki, bir-bir hamısı baxacaq. Annotate-də AutoCAD-dakı kimi ölçüləndirmə və tekst yazmaq üçündür. Bir də detallandırma hissəsidir buradadır. Burada da ölçüləndirmədir. Analyze hissəsində burada çox şeylər, bizim işimizə yarayan şeylər çox deyil. Bunlar MEP-ə aiddir. Bu da structural hissəyə aiddir. Bizə bir-iki dənə alət buradan da lazım olacaq. Massing and Site-də əsas topografiya hissəsi, bir də mass hissəsidir. Hansı ki, belə deyək də, mərkəzin görünüşdə elənçi modelləri, elənçi formaları modelləmək üçün biz mass-dən istifadə edirik. Collaboration nədir? Tutaq ki, bir layihə üzərində 2-3 memar və yaxud konstruktor işləyəndə biz buradan bir sentral mərkəz fayl kimi yaradırıq, onu serverdə yerləşdiririk və 2-3 nəfər və yaxud işçi onun üzərində işləyə bilər. View'də də AutoCAD-dakı kimi, bayaq dedim burada, bu Project Browser-la, yəni bunlar görünüşə aid şeylərdir də, bunları buradan user interface-dən də tikini götürsə, avtomatik bu buradan gizlənir. Tutaq Project Browser tikini götürdüm, buradan getdi. Yəni View-dən də gətirmək olar, sağ düymədən buradan da gətirmək olar. Yenə də Project Browser götürür, tikini vururam, gəlsin. Yaxud Property-də buradan həmən tikini götürüb və yaxud gətirmək olar. Burada da görünüşlərə aid keçərik. Manage-də də burada ölçü vahidini buradan seçirik, materialdır, snap şeyləridir, buradan eləyirik. Add-ins hissəsi pluginlərə aiddir. Burada bəzi, belə deyək, çoxlu işlənən pluginləri də biz yükləyərik, gətirərik bura. Modify-da da əsas şeylərimiz Modify-da yerləşir. Yəni ki, ən çox işlənən paneldir. Bunu da biz keçərik. Buradan mən göstərsəm, bu qədər. Prosta mən hal-hazırda bağlamışam. Bu qədər plugin var. Təbii ki, bunların hamısını işlətməyəcək.
işlənənlərin də mən sizə deyərəm hansı ki lazım. Bunlar burada map də var, structure da var, hamısı var. Əsas memarlığa aid bəzi əsas pluginlər var. Onları da mən sizə yüklətdirərəm. Bir də burada var Plux pluginidir. Burada gördüyünüz kimi hal-hazırda bizdə level 1 açıqdır. Mən indi istəyirəm ki, keçim 3D görünüşə. 3D görünüşü burada ev işarəsi var yuxarıda. Bunu bir dəfə sol düymə ilə tıklayanda avtomatik keçir 3D görünüşə. Baxın bura Project Browser'da burada view'da yəni görünüşdə floor plan var. Burada level 1 yəni burada 2 dənə levelimiz mövcuddur. 2 dənə səviyyəmiz mövcuddur. Burada da hər səviyyə üçün bu avtomatik plan yaradır. Level 1, level 2. Bir də saytda planıdır. Baş planıdır. İndi burada 2 dənə level var deyənə. Burada 2 dənə plan yaradır. Level 1 və level 2. Bir də bizdə 3D görünüş var bu hissədə. Birincisi burada 3D görünüşdə bunu fırlatmaq üçün nə edirik? Shift'i basırıq, orta düyməni, yəni mouse'un dircəyini və belə fırladırıq bu şəkildə. Dircəyi saxlayıb bu şəkildə də o tərəfə bu tərəfə yerini dəyişdirmək olar. Yəni söhbət 3D görünüşdən gedir. Leveldə də sadəcə dircəyi götürüb saxlayıb. 3D-dən indi baxaq görünüşdən. Hal-hazırda 2 dənə levelimiz var. Hər hansı bir görünüşə daxil oluram. Buradan est. Birincisi baxaq burada bir şey mən fikir verək burada. Yazılıb ki front. Frontu bassam buradan. Bu indi bizdə qabaq görünüş gedir. Burada da qabağında yazılıb ki S, yəni İngiliscə south deməkdir, yəni cənub görünüş. Burada da həmən yazı var, yəni south var. Bunu 2 dəfə tıklayanda bu nə deməkdir? Yəni ki sən burada durursan, burada durub yəni qabaqdan baxırsan layihəyə. South'u basanda bu qabaq görünüş gedir. Left deyəndə west, yəni sol tərəfdən. Est də şərq tərəfdəndir. Bir də top görünüş o leveldir. Bir də burada arxa görünüş backdir, north, şimal. Mən istəyirəm ki, qabaq görünüşə gireyim. Buradan South'u 2 dəfə sol düymə ilə tıklayıram və bu hissədə bu görünüşə girirəm. Revitdə hər şeydən öncə İstənilən layihəni modelləyərkən birinci biz ölçü vahidini təyin edəndən sonra biz level seçirik. Yəni deyirik ki, məsələn tutaq 2 mərtəbədir və yaxud 3 mərtəbədir. Biz orada birinci levelləri bəlli eləməliyik. Nəyə görə? Çünki məsələn tutaq adi divarı çəkirik. Bizdən soruşur ki, hansı leveldən hansı levelə qədər getsin. Qapını qoymaq istəyir, deyir ki, hansı leveldə qoymaq istəyirsən və yaxud nə bilim damı çəkmək istəyirsən, döşəməni deyir ki, hansı leveldə çəkmək istəyirsən. Ona görə birinci hər şeydən levelləri düzəltmək lazımdır. İndi ölçü vahidini düzəldək, seçək və levellərimizi quraq. Buradan bir layihə seçək və ona uyğun aparaq. Ölçü vahidini tənzimləmək üçün nə edirik? Manage tabında. Burada yazıb ki, Project Units. Bunu seçirik. Buradan da eləyə bilərik. Və yaxud bunun shortcutdan o nədir? Buradan bu şəkildə. İkisini də eləmək olur. Buradan Project Units seçirəm. Birincisi bucaq ölçü vahididir. Burada bucağı dərəcə ilə biz ölçürük. Buradan dərəcəni degree seçirəm və buradan 2 dənə bəsti desimal, yəni onluqdan sonra yuvarlaşdırma məsələsidir. Bir də işarəsini də burada unit simbol. Bu 3 dənə şey əsasdır. Birincisi vahidi seçirik, desimal seçirik, bir də simvolu. Okay. Area, yəni sahənin hansı vahidlə ölçür? Təbii ki, kvadrat metrdir. Buradan square metr, buradan da 2 dənə desimal, buradan da metr kvadrat. Okay. Bir də bizə lazım olan distance, bunu da millimetr eləyirik. Buradan da 2 dənə, buradan da millimetr, buradan da okay. Bir də bizə length'dir. Bu da zaten millimetrdir. Qoy qalsın. Bu önemli deyil əslində. Qoy qalsın bu şəkildə. Amma eləyə bilərik 2 dənə desimal, buradan da simbol. Bu qoy qalsın. Mass density bunlar o qədər lazım deyil. Bunlar da bir də slope buradadır. Yəni maillik. O uklonu hansı vahidlə bizə göstərsin? Faizlə mi göstərsin, dərəcə ilə mi göstərsin, nə ilə göstərsin? Bunu da seçirik. Məsələn, tutaq ki, dərəcə ilə də eləmək olur, amma çox faizlə də göstərə bilər. Percentage seçsək, yəni faizlə. Burada da işarəsi okey. Bir də bizə lazım olan əsas volume, həcmdir. Yəni tutaq ki, bəzi şeylərin həcmini çıxaranda o bizə lazım olur. Məsələn, tutaq ki, beton kubajını zaten eləyəndə buradan bunu seçirik. Kub metridir. Buradan da 2 dənə
Simbol olarak metr kub, okey ve okey. Ölçü vahidini tam seçenden sonra indi keçirik layihəyə. 2 mərtəbəli bir evdir, düzdürmü? 1 mərtəbəli və yaxud 2 mərtəbəli olduğunu seçəndən sonra səviyyələri təyin edirik. Biz deyirik ki, sıfır səviyyəmiz birinci mərtəbənin döşəməsi kimi qəbul olunur. Yəni bura. Sıfır səviyyəsi də burada da avtomatik burada var həmişə Revit'in özündə. Biz bunu silə bilmərik. Bu həmişə var. Digər səviyyələri silə bilərik. Tutaq bunu silərik, okey. Amma biz bunu silmərik və silə də bilmərik. Çünki bu bizdə referans kimi, yəni birinci mərtəbənin döşəməsi kimi sıfır səviyyəmiz nəzərdə tutulur. Bu səviyyələri mən qoymaq istəyirəm bura. Bu var hal-hazırda. Bir dənə bunu qoyun, bir də bu 2 dənəni, 3 dənəni, bir də əsas bizə lazım olacaq bünövrə səviyyəsində qoymaq lazımdır bura. İndi səviyyələri necə çəkmək olar? Bu sıfırdır. Bu əslində nəyə görə mənfi 0, bunu mənfi 10 verib? Çünki bu konstruksiyadan nəzərdə tutub. Buna görə 10 santi aşağı olur da konstruksiya döşəməsi. Yoxdur. Biz 0 götürərik birinci səviyyəni. İkincisini də götürürük 3200. Bu da 3200'dür, bu da 3200'dür. İndi buradan ikinci səviyyəni mən necə çəkə bilərəm? Architecture tabından burada level. Bunu seçirəm. Burada 2 dənə səviyyə çəkmək üçün 2 dənə alətimiz var. Birincisi line'dır. Avtomatik sən əllə buradan gözəyarı tutursan, gətirirsən, belə modelləyirsən. Birincisi bu variantdır. Bir də ikincisi də avtomatik. Burada məsafə yazırsan ya aşağıda ya yuxarıda. Və tıklayanda avtomatik yazır. Bir də burada birinci bunu yoxlayaq. Burada create plan view. Bu nə deməkdir? Yəni ki, sən həmən səviyyəni yaradırsansa, əgər bunun tikini vursan, avtomatik onun planını da sənə vermiş olur. Yəni level 2 yaradanda baxın buradan level 2 var idi bayaq. Biz siləndə avtomatik buradan mərtəbə planı silindi. İndi bunun tikini aktiv eləyəndə, səviyyə çəkəndə avtomatik burada level yaradır, mərtəbə planı yaradır. Bu birinci alətini yoxlayaq. Bunu seçirəm buradan, bunun da tikini aktiv eləyirəm. Buradan gözəyarı 3200 götürürəm buradan. Bu çətin variantıdır. Və gətirəm bunun bərabərində bıraxırım. İndi avtomatik bura bayaq level 2 var idi. İndi bu onun dalınca avtomatik özü nömrələyir. Level 3 yazıb bura. Biz bunun adını təbii ki özümüz dəyişdirə bilərik də. Yenə level seçirəm. Bu variantı yoxlamış olduq. Buradan gözəyarı tuturdu və yaxud bunu seçirik. Buradan da bunu seçərkən digər səviyyəyə nisbətən avtomatik ölçünü verir. Buradan özümüz tənzimləyə bilərik. Yaza bilərik tutaq ki. İkinci variantımız level seçəndə burada pick line var. Bunu seçirəm. Deyirəm ki buradan 3200 yuxarıda çəkmək istəyirəm. Lazım deyil. İndi məsələn tutaq 10 dənə səviyyə eyni hündürlükdə olsun. Onda bu variantı seçirəm. 3200 bura yazıram. Bir dəfə bunu aşağıda da tıklaya bilərəm. Baxın aşağı versə bunun üzərində verir. Yuxarı da tıklaya bilərəm. Yuxarı tıklasam burada level 4'ü avtomatik yaradır bizim üçün. Bu 2 dənə səviyyəni yaratmış olduq. İstəyirəm ki bunu hələ bəlli deyil. Bunun damın əyimini biz sonra çəkərik. Bir dənə bu növrə səviyyəsi də çəkim. 1 metr sıfır səviyyəsindən aşağı məsəl üçün. Buradan level seçirəm. Buradan da pick line. Buradan da min. Bunu da aşağı tıklayaram. Bunu da yarattı bizim üçün. Azərbaycan norması ilə geçsə bu səviyyə işarəsi işlənmir də. Bu şəkildə olur və yaxud başqa şəkildə də olur. Əslində bu da olmur. Ghost ilə geçsək orada başqa işarədir. Bu şəkildə bir işarədir. Bunu sonradan özümüz avtomatik yarada bilərik. Və yaxud bu. Bu Revit'in özündə var. Amma bunu özümüz yaradırıq, gətirir bura. Amma bunu edit eləmək, buradakı xəttin növünü dəyişmək, rəngini dəyişmək, buradakı səviyyə işarəsini dəyişmək, bunları qaldı artıq. İndi keçək onlara. Birini seçirəm. Burada level, bayaq dedim ki property panelində istənilən elementi seçəndə onun xüsusiyyətlərini burada göstərir. Baxın burada elevation yazıb. Yəni bunun hündürlüyü.
Həmişə 0 səviyyəsinə görə hesablayır. Bura 0-dırsa avtomatik mənfini özü verir. Yəni mənfi 1000, 1 metr aşağıda yerləşir. Və yaxud burada adını buradadır. Level 5'dir adı. Buradan adını dəyişirəm. Bünövrə səviyyəsi B.S. Buradan səviyyəni seçirik. İndi bunu seçirik. Burada yazırıq ki, bünövrə səviyyəsi B.S. Bünövrə səviyyəsi. Buradan da apply edirik. Burada bizdən soruşur ki, yəni sən burada bu adı verirsən, burada da mən həmən adı dəyişdirim yoxsa yox? Yoxsa təkcə burada eləyim? Mən deyirəm ki, yes, burada da adını dəyişdir. Bura fikir versəz, avtomatik level 5 dəyişir bünövrə səviyyəsi. Bunu da buradan yazıram ki, plus minus əslində yazmalıyam. Yox, hələ ki 0.00 yazaq. Apply eləyək buradan. Burada mən karakter var edəcəm, bir dəqiqə. Karakter var. Buradan plus minus işarəsini tapıram. Bunu select edirəm, kopyalayıram buradan. Bunda bir dənə Ctrl Z vereyim. İndi bu səviyyəni seçirəm. Burada qabağında Ctrl V edirəm. O plus minus işarəsini gətirəm. 0.000. Buradan da apply edirəm. Buradan da yes. Bunun da adını yazdıq. İndi bunu da yazırıq ki 3, 2. Buradan plus yazıram. Plus 3.200. Apply edirəm. Buradan adını dəyişdiririm. Bir də bunun da 6 plus 6.400. Buradan da apply. Buradan da yes. Səviyyələrin adını və elevationu buradan dəyişdirə bilərik. Buradan adı, buradan da elevation. Baxın, burada adlar üst-üstünə düşüb. Bunun adı gedib bu rəqəmi orada örtüb də üstünü. Bunu seçirəm. Burada bir işarət var. Bunu tıklasam bu avtomatik aşağı verir bunu. Birini seçirəm. Girəm bunun edit tipinə. Edit tipinə girdi. Əslində template yaradanda biz bir dəfə bunu seçirik, öz səviyyə işarəmizi gətiririk və burada da duplikat edib yazırıq ki, səviyyə işarəsi. Hər dəfə də bunu dəyişmirik. İndi buradan duplikat alıram. Revitdə istənilən şeyi yaradanda duplikat, tutaq divarı seçəndə onu da duplikat alırıq, yazırıq ki 40 cm. Yenidən duplikat alırıq, yəni yenisini yaradırıq və axırda da sevilir. Bunu da duplikat edirəm, yazırım ki səviyyə işarəsi. Okey. İndi bunu duplikat elədi, birini elədi, sonra o birisləri də buna şey eləyə bilərik, aid eləyə bilərik. Səviyyə işarəsi yazdıq. Birincisi buna dəymirik. Bu project base point. Yəni 0 nöqtəsini hardan götürdüyünü bizə deyir. Project base point. Tamam. Bu qoy qalsın. Line width də o qədər önəmli deyil. Xəttin qalınlığı. Zaten biz onun miqyasla uyğunlaşdırıb eləyərik. Əsas burada məsələn rəngidir. Hal-hazırda bu rəng qaradır. Bunu mən buradan tutaq ki qırmızı seçirəm. Biraz da qoy qalsın, tund qalsın. Ne olur. Okey. Bu xəttin rəngidir. Bir də line pattern. Bu xəttin növüdür. Hal-hazırda qırıq-qırıqdır. Mən qırıq və nöqtəli xətt istəyirəm. Buradan baxın bura hal-hazırda heç nə görünmür. Bura mouse'un sol düyməsi ilə tıklayanda belə bir ox gəlir və xətlərin növünü göstərir bizə. Burada istəyirəm ki dash dot var idi burada. Nöqtəli de budur. Dash dot. Bunu seçirəm. Xəttin növünü qırıq xətt və nöqtəli xətt seçir. Bir də əsas simvoldur burada. Baxın hal-hazırda belə bir işarədir, səviyyə başlığıdır. Bu qoy qalsın, bunu yükləyirəm, gətirirəm. Bir də burada yazıb ki bir tərəfin tiki var, bir tərəfin tiki yoxdur. Bu nəyi göstərir? Burada bu səviyyə simvol bir tərəfdə var, bir tərəfdə yoxdur. Tikini vursan hər iki tərəfdə bizə göstərir. Siz bura fikir verin, bunu biraz gətirin bura. Buradan apply eləyəndə və okey, buranda avtomatik hər şey dəyişir. Yəni birinci buna dəyişir. Xəttin növünü biz nöqtəli və qırıq xətt seçdik. Başlığı hər iki tərəfdə dedik ki olsun. Bir də rəngi dəyişdirdi. Bunların da hamısını bu şəkildə seçir. Burada seçmək AutoCAD-dakı kimi də. Yəni buradan belə seçsən, bu düzbucaqlının içinə düşəni hamısını seçir. Amma bu tərəfdən seçsən, bu seçmir. Bu gərək hamısını örtsün, ondan sonra seçir. Amma burada nəyə toxunursa, onu seçir hamısını. İndi buradan hamısını seçirik və buradan oxunu, səviyyə işarəsini seçsək, hamısını eyni şəkildə bizim üçün dəyişdirir. Yəni biz səviyyə işarəsi yaratdıq, digərlərini də onun kimi elədik. Bunu da seçirəm buradan qırıq xətti belə qırıram ki, İndi əsas məsələ səviyyə başlığıdır bizdə.
Onu mən necə gətirirəm bura? Deməli, girirəm buradan insert. Bir şey də deyim, həmişə nəysə family yükləyəndə həmişə insertdən buradan load family'dən eləyirik. Load family seçirəm burada. Bir də burada lap başdan gəlmək istəyirəm. C diskindən. Buradan program, data, buradan deməli autodisk. Bir də buradan Revit. Baxın 25-in hələ kitabxanası çıxmayıb. 24-lə zaten başda eynidir. 24-ü mən deyərəm sizə necə yükləmək olar. Bu family məsələsini buradan yükləyir həmişə. Revit 24. 2 dəfə tıklayıram. Buradan da library. Buradan da English. Burada annotation var. Annotation 2D aid olan simvollardır. Burada 2 dəfə tıklayıram. Şimdi gəlib tapıram. Level, bu level gedir də səviyyə. Head də başlıqdır. Buradan level head tapırıq. Görək avtomatik burada. Bax bu şəkildə var. Bu da çox işlənir son vaxtlar. Yuxarıda elevation göstərir, aşağıda adı göstərir. Bunu seçək və yaxud buradakı da var. Yəni burada göstərilən şey var burada. Belə də var. Amma ən çox mən son vaxtlarda işlətdiyim bu bayaq burada çəkdiyim var idi. Belə ən çox işlənir. Bir də belə işlənir. Burada level head. Bu da çox işlənəndir. Bunu seçirəm. İkisini də yükləyə. Kontrol basıb ikisini də seçə bilərik. Open. Bu avtomatik gəlir, layihəyə düşür. Birini seçirəm. Buradan edit tip elirəm. Burada simbol yeri var. Bunu aktiv elirəm. Buradan triangle spot. Bunu apply vursam hamısını avtomatik bizim üçün burada düzür. Adını göstərməsin, burada lazım deyil. Sadəcə səviyyəni göstərsin bizə. Onda necə elirəm? Buradan family, bu özü bir familydir bunun başlığı. Family'den buradan aktiv elirəm, plus basıram. Buradan da annotation symbol. Bunu da aktiv elirəm. Buradan tapıram, bunun adını tapıram burada. Level head triangle spot. Bunu da buradan sağ düyməni basıram. Buradan edit vururam. Bu avtomatik gəlir, bunun family'sinə girir. İndi bunun family'si girəndə mən burada bunun name'i buradan silirəm. Ad lazım deyil mənə. Sadəcə elevation lazımdır. İndi bunu təzədən load into project elirəm və close elirəm. Buradan da save vurmuram. No. Buradan da override eləsəm avtomatik bu şəkildə bizə göstərir. Belə. Bu bizdən səviyyələr məsələsi. Edit eləyəndə triangle spot idi bu idi. Sağ düymə ilə edit elədim, gəldim bura. Bu elevationu buradan mən edit tip eləyirəm buradan. Bunun text size-ın buradan dəyişmək olar. Bu şəkildə səviyyələri hamısını qurduq. İndi keçək him oxlarını. Bunu bağlayayım buradan. Family buradan da bağlayayım. Burada structure planında yaradı. Yani konstruksiya planlarını. Bunlar lazım değil. Bunu seçirəm. Buradan da kontrol bunları da seçirəm. Delete edirəm. Bunlar lazım değil. Əsas floor plan, mimarlıq planları bizə lazımdır. Bünövrə səviyyəsini yaratdıq. Sıfır səviyyəsini yaratdıq. 2 dənə də əlavə səviyyə yaratdıq. Burada da adlarını yazdım. İndi mən him oxlarını məsələn tutaq ki belə deyək də. Burada fikir verək layihəyə. Him oxları nəyə lazımdır? Ümumiyyətlə layihəni ərazidə oluşturanda nəyə görə oluştururlar? Elə him oxlarına görə oluştururlar. Him oxları işçi və eskiz layihədə əsas rol oynayır da. Him oxlarını biz ən alt səviyyədə veririk, ən alt səviyyədə. Hansını tutaq bünövrə səviyyəsidir. Və digərlərinə hamısını propagate edirik. Yəni ki, tutaq ki, burada biri əyridir, onu propagate eləyəndə hamısında eyni olacaq. Bünövrə səviyyəsinə keçmək üçün burada BS 2 dəfə tıklayıram, avtomatik bünövrə səviyyəsinə keçir. İndi Architecture tabından levelləri keçdik. Grid variantı var. Grid'i seçirəm buradan. Grid yəni aksdır, Türkçə aksdır, Azərbaycanca him oxlarıdır. İngiliscəsidəki grid gedir. Him oxlarını da çəkmək üçün burada müxtəlif alətlərimiz var. Birincisi ən sadə variant line-dir. Yəni düz xətt şəkildə bu formada başlanğıc və son nöqtəni seçirsən və tıklayanda sənin üçün him oxlarını çəkir. Adlandırmasını da birdən başlayır bu şəkildə.
Bu addım üzrədir, bu da aşırım üzrədir. Bura fikir versək, bizdə ümumiyyətlə tikintidə soldan tutaq ki, bura bir künc nöqtəmizdir. Buradan sağ tarafa gələndə addım üzrə gedir. Buradan belə gedəndə aşırım üzrə. Addım üzrə adi hərflər, rəqəmlərlə işarələnir. 1, 2, 3, 4 bu şəkildə. Amma aşırım üzrə gedəndə hərflərlə işarələnir. A, B, C bu şəkildə. Və yaxud tutaq ki, indi ortada da elə bir burada bir dənə sütun olsa, onu tutaq ki, B ilə getsə B1 qoyur bu şəkildə. Yəni ortada düşdüyü üçün B1 qoyur. Baxın B üstündə ulduz qoyur. İndi biz standartla gedək. 1, 2, 3 burada yaradaq. Bir də bu şəkildə yaradaq. Addım və aşırım üzrə. Biri yaratdıq bu şəkildə. Burada yenə grid basıram. Mən əslində buradan səviyyədəki kimi göz ayarı. Buradan yenə seçib modelləyə bilərəm. Sonra bunun ölçüsünü buradan eləyə bilərəm. Amma bu yenə dediyim kimi çətin variantdır. Ən asan variant. Gridi seçəndə burada pick line-ı seçirəm. Buradan məsafəni özüm bilirəm də. Baxıram ki, nə qədər məsafə var. Tutaq ki, 4000. Bir də 4300. Buradan grid seçirəm. Buradan da pick line seçirəm. Burada yazıram ki, 4000. İndi bu tərəfdə də çəkə bilərəm. Sol tərəf aparanda sol tərəfdə çəkir, sağ tərəf aparanda sağ tərəfdə. Bura tıklayıram, bu avtomatik yaradır. Sonra adını dəyişdirərək. Bir dənə də bura yazıram ki, 4300. Bir dənə də tıklayıram. Bu tərəfdə avtomatik yaratdı mənim üçün. Grid seçirəm. Amma birinci gridi seçəndə mütləq line ilə eləmək lazım. Çünki daha variantımız yoxdur. Buradan çəkirəm bu şəkildə 5. İndi baxın bunu seçirəm, bunun adını dəyişdirirəm. Çünki bu tərəfdən gedəndə hərflərlə olacaq. A yazıram, apply edirəm. İndi buradan yenə grid seçirəm, buradan pick line götürürəm, buradan da baxıram. Burada 5200, buradan da 4000. Bunu da seçirəm buradan. Burada 5200, buradan da tıklayıram. Bir də nə qədər idi? 4000 neysə. 4000 yazıram. Bir dəfə də tıklayıram. Bunları birini seçirəm. Escape vuranda komandadan çıxır da. İndi birini seçirəm. Bunu balaca dairə var. Bunu tuturam, dartıram, yaxınlaşdırıram. Bunu da bu tərəfdən tuturam, dartıram. Səviyyədəki kimi birini seçirəm. Buradan yazıram ki, edit tip, duplicate yazıram, himofları. Buradan da OK. Bunun da simbol, yəni işarəsi indi Azərbaycanda bunlar çevrədir də, dairədir. Elə standartlar var ki, orada üçbucaq da ola bilər bunların simvolu. Amma bu simvol olaraq qalsın. Bu dəyişməz. Bir dənə patoloqu bunun miqyasa görə kiçik və yaxud böyütməsi üçün biz radiusu dəyişdirə bilərik. Bunu sonra deyərəm sizə. Bir də burada bu qalsın avtomatik. Rəngini buradan dəyişək. Bir də bu da 1 qalsın. Yəni xəttin qalınlığıdır. Bunun rəngini tutaq ki, yaşıl seçirəm. OK. Bir də hər iki tərəfdə istəyirəm. Bu tərəfdə də, bu tərəfdə də. Buradan tikini vururam və apply edirəm. OK. Basıram və gördüyünüz kimi burada həm buradan xəttin növünü dəyişmədim deyəsən. Xəttin növünü də dəyişməliydim. Buradan yenə dash datı seçirəm və apply edirəm. OK. Bu səviyyədəki kimi eyni şeydir. İndi bunların hamısını seçirəm, bu hissədən seçirəm və himoxlarını seçəndə avtomatik mənim üçün düzəldir. Bunu yenə buradan götürürəm. Bu da bizim himoxlarıdır. İndi burada başqa görüm nəsə qaldı. Bunların adı düzgün deyil də. Bunu seçirəm, buradan adını 2 yazıram. Əvvəldə də eləyə bilərdi. Burada mən sadəcə başa salmaq üçün eləyirəm. Amma bunları eləyəndə əslində əvvəldə eləmək lazım. Birincisini grid seçirdi, edit tip, duplicate himoxu yazırdıq və hamısı avtomatik. Buradan 1, 2, 3 sıralayır gedir. İndi biz qarışdı deyənə adlar da qarışdı. Amma həmişə məsləhətim odur ki, birinci eləyəndə gridi seçirsiniz. İndiki prosesi də buradan duplicate edirsiniz və adın yazırsa hər şey layihənizə uyğun seçirsiniz və başlayırsınız çəkməyə. Bunu 2 yazdıq. Bunu da 3 yazırıq. Çünki sonradan biraz problemdir. Buradan da düzdür. A, B, C. Bunları da seçdim. Bir də bunun
İndi hal-hazırda biraz böyükdür bu səviyyələr, bu çevrə. Bunu hardan radiusunu dəyişdirmək olar? Buradan family var, yenə də annotation symbol. Burada bunun adı nə gedirdi? Birini seçirəm, baxıram. Buradan adını. Gedir ki mgrid head circle. Burada o adı tapıram. Mgrid. Bunu plus basıram. Burada var. Bunu 2 dəfə tıklayıram. Burada radius gəlir. Bunu 4 eləyirəm. Apply eləyəndə avtomatik 4 çox oldu. Biraz 4 yarım bəsdir. Çox kiçik oldu. Apply. Və buradan da OK. İndi buna uyğun. Bir də bunu da biraz dartım gətirim aşağı. Baxın burada yuxarıda göstərir bunları. Mən istəyirəm aşağıda göstərsin də buradakı kimi. Baxın. Buradakı kimi. Bunun üçün mən birini seçirəm. Buradan edit tipdən. Baxın burada top yazılıb. Bunu bottom eləsəm buradan. Avtomatik dəyişir. Əgər bunu boss eləsəm burada hər iki tərəfdə göstərir. Apply eləsəm həm başda həm sonda. Bunu none eləsəm heç bir tərəfdə göstərir. Bottom normaldır. Apply və OK. Bu şəkildə bunları da tənzimləyirəm və bizim him oxları və səviyyələrimiz hazırdır. Him oxları və səviyyələri hazır eləyəndən sonra burada real layihələndirmədən söhbət gedir. Yəni işçi layihədən eləyəndə ondan söhbət gedir. Səviyyələri qurdu, him oxlarını da çəkdi və ondan sonra başlaya bilərik modelləməyə. İndi PDF-i necə gətirmək olar, AutoCAD-ı necə gətirmək olar? Buradan hamısını seçirəm. Ctrl-C. Burada bir layihə açıram. Burada yazıram ki Ctrl-V. Tıklayıram. İndi bunu save edirəm. Fərqli bir adla tutaq ki desktopda yazıram ki mərtəbə planı. Bunu save elədim. İndi bunu amma bir şeyə bura fikir vermək lazımdır. Bunun hansı ölçüdə çəkilib o çox mühümdür. Burada baxıram ki hansı. Burada zaten yazıb 4000. Bir dənə yoxlayaq daha yaxşı olur. 4000. Yəni millimetrlə çəkilib. AutoCAD faylını gətirəndə həmişə ölçüyə diqqət edin ki, hansı ölçüdə çəkilib. Həmən mərtəbə planını birinci mərtəbəyə gətirmək istəyirəm. Onun üçün buradan 0 səviyyəsini tıklayıram və həmən mərtəbə planına gəlirəm. İndi buradan insertdan burada iki variantımız var. Biri import cut'dır, bir var link cut. Bunların fərqi nədir? Link cut eləyəndə, sabahsı gün burada hər hansı bir dəyişiklik eləyəndə, tutaq ki, bunu deyir ki, işte deyir ki, sonra bunu dəyiş. Bunu dəyişəndə avtomatik linklə gətiribsənsə, burada da həmən şeyi dəyişəcək, göstərəcək özünü. Amma importla eləyəndə o dəyişməyəcək. Import eləyirsən, buradan linki mən məsləhət görürəm. Buradan link cut eləyirsən, desktop, buradan mərtəbə planı. Bunu hansı ölçüdə idi? Millimetr seçdim. Buradan da manual center eləyirəm, əllə yerləşdirirəm. Burada da hansı leveldə qoymaq istəyirəm, onu seçirəm. Buradan da open. Birinci burada tıklayıram. Bunu seçirəm. Burada avtomatik modify paneli açılır. Burada move aləti var. Bunu seçirəm və bunun mərkəzindən ikisinin kəsişməsindən gətirirəm. Bir şey də deyim ki, bu düz gətirir. Bunun constraintini buradan qeyri-aktiv eləyəndə gətirəm bura. Tıklayıram. Avtomatik him oxları üst-üstə oturdu və AutoCAD faylını gətirdim. Bir də AutoCAD faylını gətirəndə buradan pin eləmək lazımdır ki, əgər əliniz tərpənib eləsə, ora-bura qaçmasın. Yəni, sabahsı gün burada böyük layihədir, burada divarları çəkmişsiniz. Zərrə qədər, tutaq ki, 10 santi AutoCAD faylı, altlıq faylı qaçır o yana. Siz də rahat modelləyə gedirsiniz. Axırda baxırsınız ki, hər şey alam dəyib bir-birinə. Onda çətin olur. Ona görə AutoCAD faylını gətirəndə pin eləyirsiniz ki, tərpənməsin yerindən. Bu AutoCAD faylı. Bir dənə də PDF gətirir. Şəkil gətirir. Buradan insertda bu şəkil daha imajdır. PDF deyil. PDF də tapıb gətirir. Burada yenə link image var. Bir də import image var. Dediyim kimi yenə hər hansı bir dəyişiklik olarsa linkdə özün göstərir, importda göstərmir. Buradan link image eləyirəm. Buradan desktop seçirəm və yerini seçirəm. Burada artıq vahid zat söhbət yoxdur da, yəni şəkildadır. Open eləyirəm və gətirəm burada yerləşdirirəm. Sonra bunu miqyasa sala bilərik təbii ki. Bunu hələ ki balacalaşdırım. Biz burada gətirim, burada yerləşdireyim. Bunu da pin eləməyin məsləhət görürüm təbii ki. Yenə də əliniz qaçır. Bu altlıq fayldır. Əliniz qaçır. Bunu da necə scale eləmək olar? Yəni necə miqyasa salmaq olur. Bunu seçirəm. Burada
scale aleti var. Ha, bunu pini götürək ki, pini götürməyəndə scale elə bilmir. Bunu seçirim, sonra pin eləyərik. Buradan scale basıram. Burada iki növ var. Biri grafikaldır, biri numerikaldır. Grafikal sadece göze yarı deyirsən ki, buradan buraya kadar 40 cm olsun. Şimdi buradan seçirəm bu noktanı, bir de bu noktanı seçirəm, yaxınlaşdırıram. Yazıram ki 400 olsun. Enter vuranda avtomatik, indi distance'dan baxanda buradan buraya təxmini 400'ü bizə verir. Buradan buraya bu şekilde. Yani təxmini də miqyasa salınır. Birebir düz değil burada. Yine deyirəm, təzdən bunu təkrarlayın. Bunu biraz böyüdürəm, təzdən miqyasa salınır. Bu şekilde. Bunu seçirik şəkli. Buradan scale'i seçirik ve numerikal ne deməkdir? Grafikal yani ki buradan göz ayarı deyirik ki bu divardan buradan buraya kadar, yani başlangıç buradan 400. Bu avtomatik salınır. İşte numerikal buradan seçəndə deyirsən ki 2 dəfə bunu böyüt. Numerikal yazırsan, mesela tutaq 1,5 dəfə böyüt. Bu burada işimizə yaramır. Yeri gəlmişkən sizə deyərəm. Görünüşə giririk. İstənilən görünüş ola bilər. İndi birinci səviyyəni burada var da, birinci səviyyəmiz. İkinci səviyyəni də 320 eləyirəm, 3200. Bir də buradan level seçirəm və buradan create view plan bunu seçirəm. Burada offset verirəm 3200, yenə də bir səviyyə seçirəm. Bu artıq bizdə bu birinci mərtəbə, bu ikinci mərtəbə, bu da dam gedir. Bir də yer səviyyəsi yaradıram. Tutaq ki olsun bizdə 45 cm, 450. Burada yer səthi olsun. Bir də bünövrə səviyyəsi. 1000 yazıram. Bu səviyyədən tıklayıram aşağı. İndi bunları adlandırıram. Bir dənə bunu gətirim buraya. Bunu da tıklayayım, aşağı gətirim. Bir də bunu da aşağıdan qırım. Bir də bunu da qırım. Bunu da buradan qırım. Geçen dəfə dedim ki, səviyyə işarəsini necə gətirmək olar. İndi siz öz dərsinizdə eləyəndə ona baxıb bu səviyyə işarəsini gətirərsiniz. Bunu adlandıram. Burada yazıram ki, bunun adı nə gedir? Bünövrə səviyyəsi B.S. Buradan apply, buradan da yes. Bunu da yer səthi yazıram buradan. Y.S. Buradan da apply edirəm yes. Bu level 1 qalsın, 2 də qalsın. Bunu yazıram dam. Yəni istənilən adı yaza bilərsiniz. O standart deyil ki, belə şeydir. Bu səviyyələri qurduq. İndi keçirəm bünövrə səviyyəsinə. Buradan ÖS 2 dəfə tıklayıram, bünövrə səviyyəsinə keçirəm. Ya da birinci mərtəbə, birinci keçək, o gətirək planı. Bunun planı da var burada. Insertdən link image və yaxud import image də eləyə bilərik. Fərqi yoxdur. Bunu da seçirəm buradan open. Bu işarələr ki var burada, bunlar əslində bir kamera rolu oynuyor. Tutaq ki 3D-dən baxaq burada. Bu haldan baxsaq plandan. Bu qabaq görünüşü burada göstərir. Bu qabaqdan görən kameradır. Bu sağdandır, bu soldandır. Mütləqdir ki, əgər görünüşləri daha doğru görmək istəyirsə, bunun içərisində olmalıdır həmişə layihə. Ola bilər layihəniz böyükdür, onda bunu seçərsiniz, move eləyərsiniz buradan. Gətirərsiniz arxaya məsəl üçün. Yəni layihəni həmişə bunun ortasında çəkərsiniz. İndi bunu birinci miqyasa salım buradan. Scale seçirəm. Gəlin buradan bura götürək. 4000. Bunun tinindən seçirəm bura. Yazıram 4000. Enter. Gətirəm düz bunun ortasına. Birə-bir düz deyil, amma 99% düzdür də scale şəkildir indi. Bunu pin eləyirəm ki, ora-bura qaçmasın. Bunu gətirdi. Ölçü vahidini də manage-dən geçen dəfə də dedim, bunu millimetrdə qalsın. Divar elementinə başlayaq. Burada wall architecture. Əslində bura fikir versək, burada bir var wall architecture, bir var wall structure. Wall architecture ilə wall structure'ın fərqi nədir? Wall structure armaturlana bilən divarlardır, diafragmalar. Buradan wall architecture seçirik və bu oxu bassaq, burada müxtəlif divarlar mövcuddur. Bunlar Amerika standartına görədir. Default olarak burada yerləşdirilib. Bunların birini seçip öz divarımızı buna göre yaradırıq. Tutaq ki, mən bunu seçirəm və buradan edit, tip eləyirəm. Bir şeyə fikir verin, həmişə Revitdə
İstənilən istər döşəmə olsun, divar olsun, nə bilim dam, hamısını duplikat eləyib ona uyğun öz elementimizi yaradırıq. İndi bunu da duplikat alıram, yazıram ki hörgü 40 cm yazıram. Bunun da edit tipine buradan girip buradan preview'nu aktif edirik. Burada həm section'da görebilirik, hem de beləsində görebilirik. Buradan section'da baxırıq. Burada da thickness bunun qalınlığını göstərir. Mən 40 cm yazdığım üçün buraya yazıram ki 400, yəni millimetrlə 40 cm edir. Bir de buna material tanıtmalıyam. Normalde burada heç nə görsənmir. Bura tıklayanda sol düymə ilə girir bunun materiallamasına. Burada da bir material yaradıram. Mən burada necə eləyirəm addım addım. Siz də ona uyğun eləsəz daha yaxşı olar. Çünki sonradan adlandırmada əgər materialları düz yazsaz, axırda adlandırmada məcbur olmayasınız ki tekstlə yazasınız. Avtomatik taglə özü verir bizə. Əgər düz materialları verə bilsək. İndi buradan yaradıram, təzə bir material yaradıram. Create new material. Buradan da bunu sağ düyməni basıb rename edirəm. Yazıram ki mişar daşı materialıdır. Enter basırım. Buradan identity materiallamada əslində burada adını mişar daşı yazdıq. Burada description'da əgər bizdən o qədər önəmli deyil, amma nəsə şərh yazanda məsələn mişar daşı haranın mişar daşı olsun, yəni təsnifatda verməsi lazım olsa burada yaza bilərik. Burada hansı zavoddan olsun, manufacturer. Bunlar o qədər və yaxud ən çox bunlar BIM üzərindən gedəndə lazım olur. BIM üzərindən, bina informasiya modelləməsi. Orada hər şeyi biz dərc eləməliyik, burada yazmalıyıq. Hansı şərhləridir, kommentləridir, nə bilim. Hətta onun həmən zavodun QR kodunu da burada yerləşdirməliyik. Amma belə lazım deyil yəni. Buradan da grafik hissəsinə giririk. Bunu aktivini vururuq ki renderdə biz hansı materialı veririksə onu bizə göstərsin. Bir de burada patern hissəsidir. Bir surface paternidir, bir de cut paternidir. Surface paternində nəyi göstərir? Tutaq ki divarın üzünü də, yəni surface üz deməkdir. Üzü hansı paterni, hansı həki bizə göstərsin. Buradan paterni seçirəm. Deyirəm ki brick. Buradan model seçirəm. Tutaq ki bu 1-2 seçirəm və OK. Yəni üzdən belə görsün. Amma cut hissəsindən cut. Cutdan da hələ bu material dərsi deyil. Yəni sadəcə burada materiallamanı biz geniş şəkildə yenə keçərik. Sadəcə tanış olmaq üçün. Deyirik ki kəsikdə necə göstərsin bizə. Kəsikdə divarı tutaq ki bunu seçirəm və OK. Bunları verəndən sonra appearance hissəsinə girirəm. Burada da bir işarə var. Bunu tıklayıram. Buradan da appearance. Burada real bir material buna tanıdıram. 2 dəfə tıklayıram. Bu avtomatik gəlir, düşür bura. Bu şəkildə. Bunu da done. Buradan da apply və OK. Material tanıdıq, qalınlığı yazdıq. Bu bizdə hörgü divarı getdi də. Biz bir divarı götürdük oradan, onu duplikat elədik. Qalınlığı yazdı, material da verdi. Bu əsas bizdə hörgü divarı kimi tanınır. Buradan da OK basıram, bir də OK. İndi 3D görünüşdəyəm də mən burada. Divarı həmişə çəkərkən planda çəkməyi məsləhət görürəm. Keçirəm level 1-ə. Divarımızı yaratdıq. Burada bəzi variantlar var. Birincisi burada height və dips yazılır. Biz bunu height edirik. Dips nəyə görə eləmirik? Çünki bu hansı leveldə çəkir, o aşağı verir. Amma height eləyəndə həmən leveldən yuxarı çəkir. Bir də burada unconnected yazılır. Baxın, burada biz indi hal-hazırda level 1'dəyik də. Biz divarı çəkiriksə, deməli level 1 bura avtomatik seçilidir. Base constraint, yəni hardan başlasın bizim divar. Biz bunu biraz gətirin bura. Base constraint, yəni level 1'dən başlayır. Burada hara qədər getməsini biz buradan da yaza bilərik, buradan da yaza bilərik. Unconnected eləyəndə nəyi göstərir? Tutaq ki, unconnected eləyəm, deyirəm ki, birinci leveldən başlasın, 8000 hündürlüyündə yuxarı geçsin. Onda mən unconnected seçib istədiyim hündürlüyü buraya yazıram. Yox, hündürlük istəmirəm, sadəcə deyirəm ki, level 1'dən level 2'yə qədər geçsin. Onda mən seçirəm ki, level 1'dən level 2'yə qədər, burada.
Bir de burada wall center line, location line'dir. Location line nəyi göstərir? Bunu başa düşdükdə level 1-dən level 2-yə qədər getməsi. İndi burada çəkirəm. Bunlar hələ qalsın. Burada sadəcə çəkirəm. Baxın, fikir verin. Divarı çəkəndə göy xət var. Divarın mərkəzindən gedir də. Bax, belə gətirirəm. Bir də belə gətirirəm. İndi bu mərkəzdən gedir. Bir də 3D-dən baxaq. Bizim divarı burada avtomatik çəkdi. Bunu fine elirəm. Bunu da shaded elirəm bu şəkildə. Bu bizim divardır. İndi təzədən yenə divarı seçirəm. Avtomatik axırıncı dəfə hansı divarı eləmişik onu burada gətirir. Burada wall center line. Wall center line olanda bayaq göstərdiyim kimi bu göy xətt mərkəzdən keçir. İndi bunu finish face exterior elirəm. Finish face exterior eləyəndə bu exterior tərəfdən, yəni çöl tərəfdən xətti göstərir və indi bu elə vaxt lazım olur ki, biz bunu exteriordən eləməliyik. Elə vaxt olur ki, interiordən. Exterior eləyəndə, yəni divarın çöl tərəfindən bizim üçün divar modelləyir. Baxın, fikir verin bura. Bu şəkildə. İndi escape basıram və komandadan çıxıram. Buradan finish face interior. Bunlar lazım deyil. Ya wall center line, yəni mərkəzdən keçsin, ya finish face exterior, ya da interior. Interior eləyəndə də iç tərəfdən bizim üçün divarı çəkir. Divarın birini seçirəm. Bunları delete eləmək istəyirəm. Sağ düyməni basıram. Buradan deyirəm ki, select all instance invisible view. Və delete edirəm bunu. Buradan delete edirəm. Və klaviaturadan delete basıram. Keçirəm təzədən divar. Biz bunu bildik bura qədər. Bu həmişə chain. Chain nə deməkdir? Yəni zəncirvari şəkildə divarı çəkə bilərik bu formada. Yəni. Əgər bunu basılı saxlamasaq, bir dəfə divar çəkəndə tutaq ki, yenə məcbur oluruq ki, oradan başlayaq. Məsələn, tutaq buradan başlayaq. Amma chain olanda zəncirvari şəkildə çəkə bilərik. Offset lazım olmur. Radiusda biz buradan sonra deyərik. Bir də burada əsas məsələ. Join statusda allow, bir də disallow. Bunlar nəyi göstərir? İndi baxın, buradan çəkirəm. Bu birinci variant seçəndə allow. İki divarı avtomatik birləşdirir bir-birinə. Bir divar belə çəkdim, bir divar da belə çəkirəm. Avtomatik ikisini birləşdirir. İndi gəlin bunu ikinci variantı seçək. İndi bu dəfə divar çəkəndə bunlar bir-birinə birləşdirməyəcək. Bu şəkildə. Yəni fərqi ondadır. Elə vaxt əslində lazım gəlir ki, biz bunu seçirik, yəni birləşməsini. Əgər burada sütun olsa, biz bunu disallow edirik. Yox, sütun deyilsə, divarlar eyni divardırsa və bir-birinə birləşməsi lazım olsa, onda 50'unu seçirik və divarımızı çəkirik. Birini seçirəm, klaviaturda S, A, bir də delete. Hamısını silirəm. Yenə wall architecture seçirəm. Bunları bildik. Bu nədir? Bir də bu location line. Burada da həmçinin burada keçdiyimiz şeylər burada da var. Tutaq ki, location line. Finish face interior. Base constraint hardan başlasın, top constraint haraya qədər geçsin. Bir də burada var base offset. Sonradan da əslində tənzimləmək olar. Hardan hara qədər geçsin. Bunu seçirəm. Baxın, burada yazılıb ki, propertiesində level 1-dən level 2-yə qədər gedir. İndi elə vaxt olur ki, mən istəyirəm ki, level 2-dən biraz yuxarı və yaxud aşağıya geçsin. Və yaxud level 1-dən biraz yuxarıdan başlasın və yaxud biraz aşağıdan başlasın. Onu necə buradan tənzimləmək olar? Bir dənə bunu fine eləyim buradan. Kəsikdə hansı paterni biz vermişdik, burada görə bilirik. Bunu da shaded eləyək. İndi bu divarı seçirəm. Bir də görünüşdən baxıram. Baxın, level 1-dən başlayıb level 2-yə qədər. Burada base offset var. Bunu mənfi ilə yazsam, başladığı leveldən aşağıdan başlayır. Tutaq ki, mənfi 500. Bu nə deməkdir? Yəni, level 1-dən mənfi 50 cm aşağıdan başlar. Əgər plus bir qiymət versə, yuxarıdan başlayır. Buradan da plus. Həmçinin top constraint'e də aiddir bu. Top offset yazanda, mənfi yazanda aşağı verir, həmən leveldən. Plus yazanda yuxarı verir. Divardan bu qədər. Keçək level 1-ə. Yenə buradan wall architecture seçirəm. Biz bunu gətirdik, burada pin elədik. Real layihə üzərində necə çəkmək olar? Onu deyim. Wall architecture seçdik buradan. Çəkməkdən qabaq bir şey deyirəm. Bunu modelləyəndə bu divarları hamısını tutaq ki, hörgü eləyəndə digər qatları da ona verir. Halbuki o düz deyil. O məsələn tutaq ki, bizə simeta çıxaranda hamısını səhv verir. Əslində necə eləmək lazımdır? Hörgünü ayrı bir divar kimi seçmək lazımdır. Tutaq ki,
Burada 40 santim divar gedir. Hörgü təkcə bizim yaratdığımız kimi hörgü divarı yaradırıq. 40 santimdirsə və yaxud 20 santimdirsə, kərpic isə yazırıq ki, içlikli, içi boş olan kərpic. Yəni adını necə var onun üçün yazırıq və digər divarlar hansı ki buradadır. Məsələn tutaq ki bunun iç tərəfi boya ilə boyayır və yaxud burada sanitar qovşaqda iç tərəf nə ilə olur? Tutaq ki kafel metlaqla olur da. Onda ayrı bir divar kimi modelləmək lazımdır. Harda suvaq gedir, boya gedir, ayrı bir divar, harda metlaq və yaxud kermogranit gedir, ayrı bir divar kimi biz onu modelləyib bura gətirmək, modelləmək lazımdır. Biz buradan wall architecture hörgünü elədik. Yenə level 1-ə keçirəm. Wall architecture buradan seçirəm və buradan deyirəm ki level 1-dən level 2-yə qədər bizim divar geçsin. Buradan başlayıram. Baxın bu tərəfini aparır. Mən space ilə bunu bu tərəfinə, space-i vuranda avtomatik bu tərəfə keçirdi. Bura gətirirəm, bir də bunu birləşdirəm bura. İndi yenə buradan gətirirəm. Baxın space ilə yenə bunu bu tərəfə verirəm, bura gətirirəm və buradan bura bu şəkildə hamısını çəkirəm. Birini seçirəm. Burada create similar basıram. Yəni bunun oxşarını yarat da. Və buradan eləmirəm, yəni wall architecture buradan təzədən eləmirəm. Birini seçirəm, buradan create similar. Bu 40 santim getmir, bunu başqa bir divar yaradım. Edit tip eləyirəm, buradan duplicate alıram. Yazıram ki bu dəfə 20 santim. Buradan da OK. Bunun da material olaraq eyni qalır. Burada da 200 yazıram və buradan apply OK yazıram. Apply OK. İndi buradan bu küncdən gətirirəm bu şəkildə. Bura birləşdirirəm. Bir də bunları 10 santimetrlə eləyirəm. Bunu da gətirirəm bu şəkildə. Təzədən wall architecture bunu duplicate alıram, 10 santimlik bir divar yaradıram. Buradan edit tip, bir dənə qalınlığı dəyişdirirəm, 100 yazıram və OK. Buradan da OK. Bunu gətirirəm buradan, bax fikir verin, space-lə bu tərəfə verirəm. Buradan bura qədər, buradan da bura qədər və birləşdirirəm bura. Buradan da başlayıram, space-lə bu tərəfə verirəm, bura gətirirəm və buradan da birləşdirirəm bura. Hara qaldı? Bir dənə buradan eləyirəm, space-lə bu tərəfə verirəm və birləşdirirəm. Bura birləşdirirəm. Bunu da buradan bura birləşdirirəm və həmçinin bu tərəfdən bütün divarları burada mən modellədim. Buradan hide edilir. Bunu seçirəm, baxın, bunu seçirəm. Sağ düyməni basıb buradan da hide edə bilərəm. Hide in view element. Və yaxud buradan seçirəm. Buradan deyirəm ki hide element. Yəni bunu gizlət burada. Burada istədiyim dəyişikliyi eləyə bilərəm də. Əslində bizə lazımdır ki, ölçülər standart olsun. Hal-hazırda biz bura fikir versək, buradan ölçünü götürsək, bunu wall center eləyim, bir dənə wall face. Bura düzdür. Ölçülər demək olar ki, yəni bunu eləməkdən məqsədim nədir? Tutaq ki, burada 5019 olmasın da, ya 5017 olmasın. Yəni standart bir ölçü olsun, ona görə bunu eləyirəm. Bir də bunu buradan gətirim bura qədər. Bu 10.300. Bunu götürürəm buradan. Bax bunu seçəndə burada ölçü verir. Yazıram 10.000 bəsdir. Bunları standartlaşdırıram. Təzədən gətirmək istəyirəm. Buradan açqı işarəsini reset eləyəndə avtomatik onu gətirir. Biz əsas hörgü divarları ayrıca modelləyirik və otaqların içində gedən o divar qatları var. Suvaqdır, üzərində boya qatları var. Nə bilim, burada suvaqdır, izolyasiyadır, yəni sanitar qovşaqda. Bunun üzərində kafel metlaqdır, kermogranitdir. Onları addelni bir divar kimi modelləyirik. İndi level 1-dən keçirəm bura. Burada verilir də ümumiyyətlə fərqi yoxdur. İşçi layihədə nəsə söhbət gedir. Otağın adı yazılır və orada hansı bəzək növü işlənirsə, onun kvadratı bizə çıxarmağı lazımdır da. Tutaq ki, burada qonaq otağı, yataq otağı. Burada nə gedir? Yüksək keyfiyyətli suvaq
plus divar kağısı. Yani bu mutlak değil. Bu sizden asılıdır. Yani siz layihədə nəyi verməksiniz? Məqsədim burada nədən gedir? Yəni bu qatı tutaq ki, burada suvaq plus boyadır. Bu qatı burada necə adı çıxarırsa smetada, təsnifatda divarı yaradarkən həmən adı verəsiniz. Yəni düzgün şəklində ki, çıxaranda bir də siz onun adı ilə belə deyək də əlləşməyəsiniz ki, təzədən bunu yazırsınız. Birinci dəfədən düzəldəsiniz. İndi tutaq ki, burada qonaq otağında mən bu mətbəxdir. Burada qonaq otağıdır. Burada suvaq plus emulsiya boyası. Bu divarı addelini modelləyib gətirəm bura. İndi wall architecture seçirəm buradan. Buradan edit tip elirəm və duplicate alıram. Bu divarı addelini yazıram. Suvaq burada sadəcə göstərirəm siz. İki dənə də döşənmə çəkək. Burada döşəmələrin təsnifatı. Demiş sheet-də yaradım. Axırda template yaradır. Bu şəkildə hamısı var, gətirir şeylə. İndi döşəmələrin təsnifatını gətirmək istəyirəm. Tutaq ki, bu layihədən. Yəni hamısını avtomatik biz əgər Revitdə düzgün modelləyə bilsək hamısını, dediyim kimi eləsəz, hamısını avtomatik çıxarır bizim üçün. Sheet 1-ə gəlirəm. Baxın, bu avtomatik var da, hamısı var. Burada 2 dənə döşəmə elədim. D1, D2. Onları yaradırıq hamısını. Şablon kimi şeyləri Proje Revitdə var. Hər dəfə gələndə siz sadəcə 3D model yaradırsınız, hər şey sizə verir. Buradan da simbol gətirirəm. Tutaq ki, biz burada belə deyək də, divarları, hörgü divarları bir dənə edelim. Burada göstərim. Baxın, burada nə eləmişəm. Bu əsas divarları hansı ki hörgüdür, fərqi yoxdur. Bunları addelini modelləyir. Amma otaqların içində işlənən divar qatları var. Tutaq ki, boya olsun, və yaxud divar kağızı, və yaxud kermogranit. Onları ayrı bir divar kimi modelləyir. Çünki axırda smetada düzgün bizə versin. Ona görə onları ayrı edirik. Və həmçinin onda fasadı da fasadı. Baxın, belə biz vermirik ki, fasad da ayrı bir divar kimi bunun üzərindən aparırıq və onları bu divarla birləşdirəndə, join eləyəndə boşluqları avtomatik özü boşaldır. Burada göstərəcəyim sizə. Bu layihənin level 1-ni, bu da hələ birinci mərhələdədir. Burada 2 dənə döşəmə çəkdim. Sadəcə döşəməni düzgün modelləyəndə və həmçinin divarları, burada divar vermişəm, boya. İndi bunları avtomatik verir də bizə cədvəl formasında. İndi burada sheet-də yerləşdirdim. Bunu da silin, təzədən gətirin. Biz bunları keçərik. Divar modelləyirik və həmçinin döşəmələri. Buradan indi geçirəm divar və ara kəsmələr. Bunu dartıram, gətirəm bura. Baxın, fikir verin bura. Divar və ara kəsmələr. Burada yazacağımız nədir?
Bir dənə deyirik ki, hansı otaqlarda işlənsin. Bunu sonra biz deyərik, indi birazdan deyərəm. Qalan sahələri zadı avtomatik özü verir. Bir də burada həmin adı ki, birinci dəfə biz yaradırıq, burada verir bizə. Həmçinin döşəmədə də bu şəkildə. Döşəmələrin təsnifatında. İndi fikir verin bura, bu işçi layihə hazırlayanda точно burada olduğu kimi. Daha hər dəfə bunları AutoCAD-da əllə bu çertözləri zadı çəkmirsiniz. Elə bir dəfə Revit-də eləyirsiniz, həmişə 3D model hazırlayanda bunları avtomatik özü bizə verir. Həm həcmləri özü verir, yəni smetanı özü verir. O kəsik zad onlar heç də, onları onsuz da özü verir. Məsələn, tutaq ki, burada planı hazırlayarkən burada fasadları avtomatik bizə verir. İstənilən fasadı sən görə bilirsən. Hə, o heç. Kəsikdə də məsələn tutaq ki, burada kəsikdən də görə bilirsən. Bunlar heç də. Əsas o smetalar zat onları da bir-bir əlləşmirsən AutoCAD-da və yaxud Excel-də hesablamırsan. Özü elə avtomatik verir. Amma yetər ki, siz 3D modelləmədə mən necə burada sizə izah edirəm, elənki eləyəsiniz ki, düzgün axırda nəticə çıxarır. Bu divarları birinci adlandırdıq. Hörgü divarı da 20 santidir, 10 santidir. Bunları eləyirik layihə üzərində. İndi hansı otaqlarda ki, divar qatları işlənir, suvaqdır, nədir? Onları real layihə üzərindən baxırıq ki, doğrudan həmin otağın içində hansı tip divar olacaq? Boyan mı olacaq, yoxsa divar kağızı mı olacaq, nə olacaq? Onu adlandırıb bunun üzərində eləyirik. Digərlərini də yaradaq. Level 1-ə keçeyim. Divarı elədi əsas divarları. İndi burada yanında door aləti var, yəni qapı aləti. Bunu seçirəm. Burada hal-hazırda bir dənədir default olaraq. Amma load family eləyib buradan girirəm kitabxanaya. Burada da door papkasına girmək lazımdır. Door. Burada müxtəlif qapı tipləri mövcuddur. Bizim işimizə yarayan qapıları buradan seçib gətirir. İndi təxmini bunu buradan silib də gətirməyə gətirirəm. Bu layihəyə baxım. Library, buradan English, buradan da US, buradan da door papkası. Burada müxtəlif qapı tipləri var. Çöl qapı üçün hansını gətirin. Bir də burada da var residential qapı. Bunu seçirəm və buradan open vururam. Burada da bir ölçünü seçirəm. Tutaq ki, mənə lazım 900-ün 240. Bunu seçirəm, sonra duplikat edib adını dəyişdirə bilərəm. İndi bunu gətirdim, edit tip edirəm, duplikat alıram. Baxın, yenə də layihədə biz necə adlandırırıqsa, bura fikir verin. Burada necə adlandırıb qapıları. Girişdən girəndə qapı 1, Q, P1, yəni qapı pəncərə 1, P2, P1, yəni pəncərə 1. Qapı pəncərələri buradakı kimi, yəni layihədə necə adlandırırsa, əvvəldə duplikat alanda onun adını düzgün yazmaq lazımdır. Mən yazıram ki, Q1, yəni qapı 1. Burada da çünki təsnifatda hamısını avtomatik bizə düzgün verməsi üçün lazımdır. Baxın Q1, Q2 və bunları da avtomatik bizə Revit verir. Bunları düzgün yazırsaq, təbii ki. İndi yazıram ki Q1 və OK. Burada bizə nə lazımdır? Əsas bir bunun eni lazımdır, bir də hündürlüyü lazımdır. Burada rough, burada width var. Width'i yazıram ki giriş qapı üçün 1000 yazıram, yəni 1 metr. Bir də height'ı yazıram 2100 və yaxud 2200 də ola bilər. Apply edirəm, OK. Burada giriş qapını qoyuram. Giriş qapını qoyuram və sadəcə istədiyim yerdə tıklayanda avtomatik qapını bizim üçün qoyur. 3D-dən baxıram. Bu şəkildə bunu da space ilə lap buradan baxın. Klaviaturadan space ilə bunun istiqamətini iç və yaxud çöl tərəfə dəyişdirə bilər və yaxud buradakı işarələrlə də eləmək olar bu şəkildə. Belə. Qapını qoyduq bu şəkildə. İndi pəncərəni də qoyaq bir-iki dənəsini. Pəncərin buradandır. Windows seçirəm. Burada 2-3 tip var, amma yenə də buradan gətirmək istəyirəm. Load family. Bu dəfə girirəm Windows papkasına. Buradan Windows seçirəm. Bunu seçirəm Open.
Buradan da bir ölçü seçirəm və OK. Bunu da duplicate edirəm buradan. Edit, duplicate. Yazıram ki P1 və OK. Buradan da OK. Tutaq ki biri bura qoyuram. İndi buradaki layihə üzərindən bu fərqli olduğu üçün burada vitraj gedir də. Bura qoyuram. Bax. Yenə də bura qoyuram. İndi 3D-dən baxaq. Ölçülərin dəyişmədi. Edit tip elədi. Duplicate almalı idi yoxsa? Duplicate alınmadı. Nəysə. Duplicate yazıram P1 və OK. Bunun da ölçülərini buradan dəyişdirirəm. Tutaq ki, deyirəm ki, bunun eni olsun 1400. Hündürlüyü də height'dən 1600 və apply edirəm. Pəncərə və qapı aid bir şey də qalıb burada. Qapını seçirəm. Burada deyir ki, hansı leveldə yerləşsin. Biz demişik ki, level 1-də. Bir də burada seal height var. Yəni, həmən leveldən biraz yuxarıdan və yaxud biraz aşağıdan başlasın. Tutaq ki, əgər bunu plus yazsaq yuxarıdan. 100 deyirəm ki, level 1-dən 10 cm yuxarıdan başla. Bura fikir verin, 10 cm yuxarıdan başla. Və yaxud bunu mənfi 100 yazsam, 10 cm aşağıdan başlayır. Bu şəkildə. Pəncərəyə də aid həmçinin buradan eləyə bilərəm. Bunu tutaq ki, 800 apply edəsəm aşağı və yaxud 900. Normalda yəni 90 cm normaldır, layihələrdə verilir. Qoyduq yerinə. İndi o divarları istəyirəm ki, iç divarları. Bura istəyirəm ki, boya bir divar yaradım. Yəni qapı da bura verək. 4. Bax ki, bunu seçirəm. Edit tip edirəm. Duplicate alıram. Yazıram ki, qapı 2. Buradan da height'ini edirəm 2100. Width'i də verirəm 900. Ben de apply və OK. Bu yataq otağıdır. Bura boya olacaq. Onda mən buradan gəlirəm Wall Architecture. İstənilən divarı edit tip eləyib duplicate alıram. Yazıram ki, burada necə gedir? Suaq, plus, buradan da OK. İndi buradan edit tip eləyirəm. Gəlirəm bura. İndi qatları yaratmaq lazımdır. Birinci suaq qatını yaratmaq lazımdır. Çünki birinci suaq gəlir, sonra onun üzərində şpaklovka gəlir. Onun üzərində boya gəlir. Birinci suaq qatını yaratmaq üçün buradan bunu qalınlığını yazıram, tutaq ki 3 cm. Burada da edit tip edirəm, materialını yaradıram. Create new material, buradan rename yazıram ki suaq. Enter. Buradan da bunun tikini basıram və patterndən surface yox. Cut'dan bir pattern verirəm. Bunu seçirəm. Bir də OK. Buradan da appearance'dan buna bir rəng verirəm. Buradan da OK. Bunda OK vururam. Bu bizdə olduğu suaq qatı. Buradakilər nədir? Bu structure əslində o qatları yaradanda structure əsas konstruktiv divar kimi gedir. Yəni hörgü divarı. Substrate bunu seçəndə bunun o qədər önəmi yoxdur burada. BIM üzərindən eləyəndə hə ola bilər. Amma burada o qədər önəmi yoxdur. Mən hamısında normalda structure seçirəm, amma əgər tam qaydası ilə eləsək substrate yəni seçsək düzgün olar. Amma heç bir önəmi yoxdur yəni bizə. Suaq qatını yaratdıq. Buradan insert düyməsini basıram, ikinci qatı yaradırım. Suaq üzərində nə gedir? Qalınlığını buradan seçirəm. Tutaq ki, bir yarım şpaklovka, yəni 15 milli şpaklovka buradan da yaradırım. Bunu da duplicate ala bilərik və təzədən də material yarada bilərik. Buradan rename edirəm, yazıram ki, şpaklovka. Enter basıram. Buna da pattern'dən bir şey veririm. Onu seçirəm və OK. Buradan da bir rəng verirəm buna. Biraz fərqlənsin deyə bunu seçirəm. Sırf burada fərqləndirmək üçün. Bir qatımız qaldı. Yenə insert edirəm. OK. Və bunun da qalınlığını tutaq ki 5 milli, yəni yarım santim. Buna boya qatı aldırım. Yeni material. Da rename. Emulsiya boyası.
Buradan da enter. Buradan grafikten bunun tikini vururam ve appearance'den de bir şeyden de pattern vermeliyim pattern'den. Buna da buna oxşar bir pattern verir. Appearance'den buna bir renk veririm. Ağ renk. Buradan da apply OK. Bu qatları yarattık. Bura fikir verin. Burada qatları bize gösterir. Burada birinci qat suaq qatıdır. Bura gələndə bunun üzerine gelir. Sonra işbaklovka qatıdır. Axırda da boya qatıdır. Burada gösterir. İndi OK basıram. Yenə də OK. Gəlirəm bunun üzerinde bu qatı modelləyirəm. Deyirəm ki level 1'den level 2'ye kadar. Burada bir dənə çəkeyim. Bunu bir dənə seçim hide edelim. Klaviaturadan 2 defa hı vuranda avtomatik hide edilir. Şimdi bunu seçirəm. Buradan create similar. Yani bunun oxşarını yaradırım. Buradan başlayıram. Bunları tənzimləyirəm də hansı leveldən hara qədər geçsin. Buradan başlayıram modelləməyə. Bu şekilde gelirim. Bunları eləyəndə bir şey fikir verin. Bu ikinci qatı yaradanda create similar. Burada 25'te təzə bir variant gəlib. Auto join and lock. Bu nə deməkdir? Auto join and lock yani bu divarı eləyəndə buradaki divarlarla birleştirir ve qıfıllayır. Tutaq ki sonradan bunu o tarafa bu tarafa dartanda bu qat da yarattığımız qat. O ilə o yana bu yana yerini değiştirir. Ama lock eləməyəndə, join eləməyəndə bunu o tarafa dartanda bu yerinde kalır. Şimdi birinci bunu eləmədən yoxlayaq. Bunu seçirəm, buradan gətirirəm bu şəkildə. Escape basıram, buradan gətirirəm belə. Bir de buradan. Bir de buradan. Bir de buradan. Baxın, bura fikir verin. Bu gedir oraya kadar axır. Bunu aslında modify'dan trimlə eləyəndə bunları düzeltme olur. Bu şekilde. Bunda bu şekilde. Bunda bu şekilde. Bu defa auto join vurmamışam ha. 3D'den baxaq. Burada bir dənə qapımız var idi. O qapını avtomatik boşaltmıyordu. Bir de buradan baxanda bunların da avtomatik yerini boşaltmıyor buradan. Yani o taraf görünmür. Ama boyanı yaradıp burada bizim için. Bunun kvadratını biz hesaplayabiliriz. Buradaki alat var idi. Onu eləyəndə avtomatik bunların yerini boşaldır. Biz aslında belə də eləyə bilərik. Bunu eləyəndə burada modify eləyib. Burada join aletini vursaq, join geometry. Bu divarı buradaki ilə join eləsə avtomatik yerini boşaldır bu şekilde. Bu divarı bu ilə join eləyəndə buradaki yerini boşaldır. Bunu da bu divarla join eləyəndə buradaki yerini boşaldır. Ama bu bir çox çətindir də. Bu vaxt aparandır. Belə şey eləmir. Bunun üçün plugin var. Burada plugin var. Bunu gələn dərsdə deyirəm. Bu həm bizim üçün avtomatik döşəmələri yaradır otaqlara görə. Həm də buradakı ikinci qat divarları avtomatik yaradır. Yəni tutaq ki burada otaqları yaratdıq. Bir dəfə tıklayırıq. Bütün hamısını bizim üçün seçir. Həm döşəmələri eləyir, həm də divarları. Amma birinci əllə öyrəşin. Elə vaxtlar olur ki o çox belə qatlı olanda divarlar. Belə əyri uyru olanda o işləmir. Ona görə əllə eləməliyiz bəzi yerlərdə. Belə normaldır. Biz beton qatını yaradanda bunları da əlavə edə bilmərik. Nəyi? Məsələn, şu üst divarları, beton qatını yaradanda. Bunu eləyəndə, bu divar eləyəndə. Aha, bəli. Yox, nəyə görə? Niyə görə? Çünki bunu eləyəndə tutaq ki bu əsas divardır. Buradan bura qədər gedir. Bu həm biz bunu yaradanda həm bu ola bilər bu divar bu tərəf divar kağızıdır. Amma biz elə bilmərik ki bura qədər buradan bura qədər bu divarın qatını divar kağızı eləyək, buradan bura qədər boya eləyək. Ona görə. Tamam, iç divarlara görə, interyera görə aslında bəli, belə. Bəli. Bu işimizi çox çətinləşdirir. Tutaq ki burada bu divar var. Ya bu divar ya da bu divar. Bu divar iki otağın içinden geçir. Tutaq ki ola bilər bu taraf boya olsun, bu taraf kermogranit olsun. Onda biz bunu verəndə biz bunu bir şey verə bilər. Ya kermogranit verə bilər ya boya verə bilər. Onda o birisi tərəf necə olacaq? Buna görə ən optimal variant bu variant. Yaxşı mı? Bunu bir dəfə birin üzərinə aparıram, tabı basıram.
Hamısı seçirəm və delete edirəm. İndi yenə Val Architecture seçirəm. Axırıncı dəfə bunu yaratmışdım. Bu dəfə Auto Join and Lock seçirəm. Yenə eləyirəm. Buradan da Bu dəfə eləyəndə avtomatik bu qapı boşluğunu özü boşaldır. Buradan gətirirəm bura. Bunlar join edir avtomatik. Bir dəqiqə. Auto Join and Lock. Bunu düzəldə versək. Bu dəfə avtomatik özü yerini boşaltdı. Bu 25-də təzə gəlir bu şəkildə. O plugin daha yaxşıdır. Hamısını avtomatik bir dəfə tıklanmaqla yaradırıq. Özü də yerini boşaldır. Nədir o? Fasad divar yaradanda orada da join edirik. Bax buradan level 1'i aparıram bura. Level 1 idi də. Birinci mərtəbədir. Floor planı buradan dartıb gətirirəm. Burada. Burada görsənir. Görsənirsə onda S-A ilə basıram. Yəni hamısı seçirəm. Buradan deyirəm ki hide in view element. Hamısını izlədirəm. Orada da zaten işçi layihədə onu göstərmir. Yəni burada. Baxın. O ikinci qatı göstərmir. Divarın üzərində əlavə bir boşluq yaratmaq istəyəndə biz onun profilini dəyişdirə bilərik. Buradan edit profil eləyirəm. Edit profil. Buradan baxırım. Bura qapı pəncərə olmayacaq. Sadəcə boşluq olacaq. Buradan bu xətti götürürəm. Aparıram bu şəkildə. Bura qədər. Buradan yenə pick line'ı götürürəm. Buradan offset verirəm. 3000 yazıram bura. Bunu bu tərəfə. 3000 çox oldu biraz. 2000 bəs. Bunu tıklayıram. Bu tərəfə gətirirəm. Bir də bunu seçirəm. Buradan gətirirəm belə bu şəkildə. Buradan bir alətimiz var. Split aləti. Qırmaqdır. AutoCAD-da birikdir. Burada splitdir. Bunu seçirəm. Bunun ortasından qırırım. İndi burada trim'i seçirəm. Bunu burayla trim edirəm. Bunu burayla. İndi buradan apply vursam avtomatik bir boşluq buraya yaradır. Yəni divarda elə vaxtlar olur ki, sadəcə boşluq yaratmaq istəyirsiniz. Yəni vitraj ayrı şey, vitraj heç. Amma sadəcə boşluq yaratmaq üçün bunun profilini dəyişdirib eləmək olar. Bu şəkildə. Yaxşımı? Bir qapı pəncərə boşluğudur, bir sadə boşluqdur. Yəni divarın profilini buradan edit profil eləyib istədiyimiz formanı sala bilərik. Baxın, bunu seçirəm, tutaq ki, edit profil eləyirəm, bunu gətirirəm, dartıram bu şəkildə. İndi bunu trim eləyirəm, buranı burayla. Bunu da apply vurun. Divarın formasını bu şəkildə salın. Girirsiniz. Burada birinci Revit'i seçirsiniz buradan. Pulsuzdur. Bunu seçirsiniz, üstüne basırsınız. Buradan da download edirsiniz. Bunu yükləyəndə link bağlıyken bir dənə şey verərsiniz, run verərsiniz. Gözləyirsiniz ki, avtomatik install olsun, gəlir. Yaxşı. Bunu işlədirdim. Bu da free'dir. Bunun da linkini atın buradan. Bunu da yükləyin. O işləməsə bunu işlədir. Kontrol. Bu döşəmə ilə divarı avtomatik yaradır. O birisi də join edir onları avtomatik.